Bu ilin rəngləri Fab Moka qəhvəsi, Fab südlü latte rəngləridir. İlin rəngi Fab boyalarındadır. Mən Fabda ilin rəngi boyalarını çox sevirəm. Özünüzə ayırdığınız vaxt sağlamlığınıza etdiyiniz ən böyük sərmayədir. Bəzən kiçik əlamətlər böyük mesaj verir. Autizm riskinin qiymətləndirilməsi və erkən aşkarlanmasının əhəmiyyəti barədə uşaq və yetkin psixoloqu Aygün Məlikova danışacaq. İsti hava ürəyinizi necə sınağa çəkir? Yayda infarkt və təzyiq riski artırmı? Ürək-damar xəstələri nələrə diqqət etməlidir? Canlı yayımda invaziv kardioloq Neymət Bəşirov cavablandıracaq. Bir döyüntülərinin əvvəlkindən fərqli olduğunu tərif edirlər. Qəbzlik sadəcə narahatlıqdır, yoxsa xəstəlik əlaməti? Qəbzliyin səbəblərini və müalicə yollarını ümumi cərrah proktoloq Pərvanə Aydınova ilə müzakirə edəcəyik. Buna diqqət etdikdə, vaxtında həkimə tez müraciət elədikdə, bu xəstəliklərin qarşısını tez almaq olur. Sağlam gün ay. Bugün saat 13'də ATV'də. Sponsorlar: Leyla Medical Center, Referans Klinik Laboratoriya Mərkəzi. Asayişimizi qoruyan, gələcək nəsillərin sağlam həyatının keşiyində dayanan, İnsan alverinə qarşı mübarizə aparan, ölkəmizə edilən kiber hücumları dəf edən rəşadətli Azərbaycan polisi. %2 polis xidməti, buyurun. Xərcli dalğayam. Saxlanması vacib olan avtomaşın saxlanmasını təmin edin. Xidmətli olan şəxsiyyət ayıq-sayıq olmalı. Buna görə də 2 qrupa bölünürük. Qartal Bəbirən maşını görürəm. Sağda. Dayan polis! Azad Azərbaycan radiosunda bu saat olan xəbərləri dinləyirsiniz. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatına görə bugün ölkə ərazisində cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb. Respublikanın avtomobil yollarında ağır 2 yol nəqliyyat hadisəsi baş verib. Nəticədə 5 nəfər xəsarət alıb. %2 polis Rüstəmova, buyurun. Hadisə yerində xəsarət alanlar var. Müraciətinizi qeydiyyata aldıq. Sutka ərzində 102 xidməti zəng mərkəzi sisteminə 8000-ə yaxın zəng daxil olur. Daxil olan cinayət və hadisə xarakterli zənglər operatorlar tərəfindən dərhal qəbul olunub qeydiyyata alınaraq ərazi adiyyatı üzrə yerli polis orqanlarına ötürülür. Hareket! Dikkat merkeze! Daha başlıkta şahsiyet sahip talimatına üzülmüştü. Merziyeti Mankan'ı bahsedeceğim ben bana. Sağ ol polis! Sağ ol! Azad! Azad! Ərazidə diqqətli xidmət təşkil edirsiniz. İctimai qaydanın, ictimai asayişin təmin olunmasında fəal iştirak edirsiniz. Ərazidə baş verən hər hansı bir inzibati xətalarla bağlı, cinayət hadisələri ilə bağlı dərhal növbəti hissəyə məruzə edirsiniz, məlumat verirsiniz. Hər hansı bir şübhəli şəxs rast gələrsə, polis bölmələrini təmin edirsiniz, həmən vətəndaşın şəxsiyyətinin təmin olunmasını təşkil edirsiniz. Aydın oldu hamıya. Sualınız var? Yox. Xidmətiniz uğurlu olsun. Fərəqət! Azad! Azad! Geriye dön. Xidmətə uğurla. Əlahiddə C polis rayonunun əməkdaşları dislokasiya müvafiq olaraq küçə və prospektlərdə, eyni zamanda insanların sıx toplaşdığı istirahət məkanlarında, eləcə də strateji əhəmiyyətli obyektlərin ətrafında 2 növbəli olaraq gündüz və gecə piyada və patrul avtomaşınlarında xidmət aparırlar.
Bakı şəhər baş polis dairəsinin Dövlət Yol Polisi dairəsi hər gün xidmətə, yollarda hərəkətin təhlükəsini təmin etmək, eləcə də hər bir vətəndaşımızın vaxtlı-vaxtında təhlükəsiz şəraitdə mənzil başına, iş başına çatması üçün lazımi xidməti təşkil etməklə başlayır. Gün ərzində yollarda hərəkətin təşkili, əməkdaşlarımız tərəfindən xüsusilə ağır nöqtələrdə nizamlanması, eyni zamanda baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısının alınması üçün gərgin xidmət aparılır. Təhlükəli şəhər avtomatlaşdırılmış idarəetmə mərkəzində xidmət 24 saat ərzində təşkil olunmuşdur. Xidmətin əsas vəzifəsi video müşahidə kameralarının quraşdırıldığı ərazilərdə hüquq qaydasına riayət olunmasının vəziyyətinin fasiləsiz və canlı izlənilməsindən ibarətdir. Xidmətin hər bir əməkdaşına 24 saat ərzində nəzarət olunması üçün müəyyən ərazilər həvalə olunur və operator video müşahidə kameraları vasitəsilə həmin əraziləri nəzarət edərək ərazidə hər hansı bir qanun pozuntusu aşkar olunduqda onun qarşısının alınması üçün dərhal 102 xidmətinə və yaxud da ki, ərazi polis orqanına məlumat verir. Düzül, fərəqət, diqqət sola. Cənab kapitan, bölün şəxsiyyəti təlimatlandırmaq üçün düzülüb. Tamam komandiri Leytenant Halilov. Salam polis. Sol! Azad! Azad! Xidmətdə olan şəxsiyyət ayıq-sayıq olmalı, xidmət ayıq-sayıqlığı qoruyub saxlamalı. Hər hansı bir hadisə baş verərsə, dərhal bu haqda növbətçiyə məlumat verməlidir. Şəhərin giriş və çıxış postunda gələn qonaqları qarşılamalı, onların şəhərə buraxılışın olub-olmaması yoxlanılmalıdır və bu haqda məruz olunmalıdır. Bundan əlavə olaraq şəhərə daxil olan tur vasitəsilə gələn vətəndaşlarımızın şəhərdə təhlükəsiz qaydada gəzintisi təmin olunsun, onların hər hansı bir istək və tələbi varsa yerinə yetirilsin. Vətəndaş məmnunluğun xidmətdə ayıq-sayıqlığı nəzərə alaraq xidmət yüksək səviyyədə təşkil aparılsın. Sağ olan yoxsa xidmətdə uğurlar. Şuşa rayon polis şöbəsi olaraq Şuşa şəhərində cinayətkarlara qarşı mübarizənin, ictimai asayişin və ictimai təhlükəsini təmin etmək məqsədi ilə stasionar və post-patrul xidməti vasitələri xidmətlər təşkil aparılır. Bundan əlavə, istənilən bir tapşırıqlar şöbənin qarşısına qoyularkən müvəffəqiyyətlə yerinə yetirilir. Şuşada xidmət etmək başqa bir qürurdur, fəxarətlidir. Bu günlərim doğma Şuşamız əmin əllərdədir. Şuşamızın asayişi tam bərpa olunubdur. Şuşada xidmətimizdən fəxr edirik. %2 polis xidməti Rüstəmova, buyurun. Bəli. Nə baş verib? Özünüzü təqdim edin. Məmmədova Səbinə. Bir nəfər şəxs binanın birinci mərtəbəsinə boylanır. Ünvan deyin, zəhmət olmasa. Nizami rayonu Cəmşid Naxçıvan küçəsi neçə? 59. Aydındır. Şübhəli şəxs kişidir, qadındır. Aydındır, qeydiyyata alındı. Xəttinizi açıq saxlayın, məşğul etməyin. Polis əməkdaşları əlaqə saxlayacaq indi sizlə. Təşəkkür edirəm zənginizə görə. Cəmşid Naxçıvanski 59 ünvanına yaxın olan naryadlar zirvəyəm. Qeyd olunan əraziyə naryad yaxınlaşsın, məlumat versin. 9709-am qəbuldayam. Deyilən ünvana yaxınam, yaxınlaşıram həmin ünvana. Sağda saxla.
200. Eskot 99 aeroportun çıxışından çıxanda 171 kilometre. Qabağısı, qabağısı. Ben sizə bərabər sıyırdı. Qabağısı, qabağısı. Qabaqda boş yerdə deyəcəm saxlayasın. Yaxşıdır, saxla. Salam əleykum. Yol patrul xidmətinin inspektoru Serjant Abbas. Hər vaxtınız xeyir. Nəqliyyat vəziyyətini idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etmədiyinizə görə saxlanmışdınız. Yadımdan çıxır yəni. İdarə edə bilmirəm. Var sənədlər? Sənədlər var. Zəhmət olmasa təqdim edin. Yaza bilərsiniz sənədlər. Problem yoxdur. Ad familiyanızı deyin. Əlizadə Orxan. Orxan müəllim, təhlükəsizlik kəmərindən istifadə etmədiyinizə görə İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə protokol tərtib olunur. Protokoldan narahatçılığınız yoxdur ki? Baxmamışıqsa, hərəkətinizə davam etdirə bilərsiniz. Sağ olun, sağ-salamat. Baş Narkotiklərə Mübarizə İdarəsinin əsas fəaliyyət istiqamətləri ölkə ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkomaniya xəstəliyinə düçar olmuş şəxslərin müvafiq tübb müəssisələrinə yerləşdirilməsi və maarifləndirmə tədbirlərindən ibarətdir. Quzğunov əməliyyatının final mərhələsindəyik. Bizim üçün çox həlledici məqamdır. Nəhayət ki, nəzarətimizdə olan rəsul məlumatı gəldi. Axşam tərəfi öz maşını ilə məhəlləyə gələcək. Üstündə də, maşında da küllü miqdarda narkotik olmalıdır. Buna görə də 2 qrupa bölünürük. Zəhmət olmasa yaxınlaşın. Birinci qrup yolun yuxarı tərəfin, ikinci qrup yolun aşağı tərəfin. Nəzərət çarpmamaq şərtini nəzarətə götürürük. Əyləşin. Hamı diqqətli, ayıq-sayıq olmalıdır. Bütün göstərişləri rabitənin özün verəcəm. Əməliyyat vaxtı təyin edilir. Hər biriniz xidmət yerinizdə olun. Əməliyyatın vaxtı barədə özüm məlumat verəcəm. Serjant İsmailova, yüzücü xidmətinə müraciət edən xanım siz idi? Nə baş vermişdi? Deyə bilərsiniz? Yaxınlaşın. Mən üst qonşuyam. Yuxarıdan baxırdım. Gördüm ki, qonşunun pəncərəsinə bir kişi boylanıb. Əlamətlərini deyə bilərsiniz bizə? Nə geyinmişdi, əlində nəsə bir əşya falan bir var idi? Qara şalvar vardı əynində, ağ palusfalı köynəkdi, bir də əlində qara çanta vardı. Siz o görmüşsünüz həmin kişini burada? Yox, ondan əvvəl belə adam görməmişdim məhəllədə. Hansı istiqamətdə getdi, deyə bilərsiniz? Elə siz gəlməmişdən 5 dəqiqə öncə belə getdi, bu tərəfə getdi. Oldu, çox sağ olun xanım. Siz evinizə yaxınlaşın, biz özümüz aydınlaşdıracağıq. Sağ olun. Xəzri Dalğayam. Saxlanması vacib olan avtomaşın Kia Sportage ağ rəngdə. Mikayıl Müşfiq prospektindən hərəkət edir Hüseyn Cavid prospektinə. Svetoforun qırmızı işığından keçib yol patrul xidməti inspektorlarına tabi olmayıb. Saxlanmasını təmin edin. Diqqət, mərətlərin nəzərinə. Saxlanması vacib olan avtomaşındır. 99 Ordubad Hacıqabul 845. Kia Sportage'dir, ağ rəngində. Mərətlər diqqətli olun, avtomaşının saxlanmasını təmin edin. 99 Ordubad Hacıqabul 845 aydındır. Maşın burada olacaq. Orada başa bir şey olmalı. Orada bir şey. 845. 845 qabaqda sağda topla. 2'ye. Qabaqda sağda topla. Diqqətli ol. Diqqətli ol.
845. Qalatlı sağda saxla. Tamam. Sağa keç, sağda saxla 845. Çıxma sağa. Polis baş leytenantı İldırımzadə təqdim eləyər sənədlər zəhmət olmasa. Yox, sənədlər. Yox sənədlər? Yox. Niyə? Qoy kontrol mənə. Avtomobilin əzdiyin zəhmət olmasa. Ramiz Hüseynov. Ramızcala kitle qaydalarına damlı pozsan, svetoforun qadağan işığında hərəkət edirsən, müvafiq icra hakimiyyəti orqanının verdiyi şəhərə tabe olmursan, davamlı olaraq yola kitle qaydalarını pozsan, heç bir sənədində üzərində yoxdur. Və niyə tabe olmursunuz? Tələsirdim, ona görə tabe. Hara tələsirdiniz? Tələsən yerim var. Sizin maşın dayanacağı təmin olunacaq. İnspektor əyləşəcək, bir yerdə dayanacağı gələsiz. Qoyulacaq. Xahiş edirəm, əyləşin sağda, inspektorun o birdə dayanacağı gələcək. Aydındır? Əyləşin zəhmət olmasa, sağdan əyləşin. Hər gün vətəndaşlarımızın mənzil başına sağlam, təhlükəsiz şəraitdə, eyni zamanda vaxtında çatması üçün bizdən və eyni zamanda ictimaiyyətimizdən də tələb olunan yol hərəkəti qaydalarına daha məsuliyyətlə ciddi yanaşmağı tələb edir. Vətəndaşlarımız isə unutmamalıdır ki, yol hərəkəti qaydaları həyati əhəmiyyətlidir. Təhlükəsizliyin təmin olunması isə olduqca ciddi bir məsələdir. Ani xırda səhv bəzən ağır faciələrə səbəb olur. Belə halların baş verməməsi və bu cür halların qarşısının alınması üçün gündəlik 24 saatlıq çevik xidmət vətəndaşlarımızın vaxtında mənzil başına sağlam şəraitdə çatmasını təmin edir. Bax, oradan vətəndaş gəlir, əlində sumka. Yaxınlaşaq. Oxşuyur əlamətləri. Saxlayaq. Yaxınlaşaq, onu yoxlayaq. Tez dön qayıt. Oxşuyur çox, əlamətlər çox oxşuyur. Vətəndaş bir dəqiqə olar. Seycar Qafarov. Zəhmət olmasa şəxsiyyətinizi təqdim edən sənəd göstərəsiniz. Yoxdur üstündə. Nə olub ki, nə məsələdir? Heç narahatçılığa heç bir səbəb yoxdur. Ərazidə müəyyən axtarışla bağlı şübhəli şəxslər var. Sizin əlamətləriniz həmin şübhəli şəxslərə uyğun gəlir. Zəhmət olmasa bizlə yaxınlaşasınız idarəyə. Heç bir hadisə baş verməyib axı. Ustayam mən. Narahat olmayın. Yaxınlaşa orada aydınlaşdırarıq idarədə. Gedək. Buyurun. Verin sumkabızı. Üçüncü şöbən telefonu. 132. Qartal Bəbirəm, əməliyyat yerinə çatanda mövqelərinizi tutub mərc edin. Ölkə ərazisində polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 2022-ci ilin cari il ərzində 3000 nəfər şəxs cinayət məsuliyyətinə cəlb olunub. Həmin şəxslərdən 1 ton 572 kiloqram narkotik vasitə,
heroin, tiryək və qurudulmuş marihuana, 182 kiloqram psixotrop maddə olan metafetamin, hansı ki insanlar arasında patı şüşə kimi tanınır, həmin kütlələr aşkar olunaraq götürülmüşdür. Anar Hüseynov, siz Nizami rayon Cəmşid Naxçıvan şübhəsi ev 59 ünvanının qarşısında dayanarkən polis əməkdaşları tərəfindən özünüzü şübhəli apardığınız üçün saxlanılaraq gətirilmişsiniz. Saxlandığınız vaxt üzərinizdə şəxsiyyət vəsiqənizin olmadığını bildirmişsiniz. Ona görə də rayon polis idarəsinə dəvət olunmuşsunuz. Sizin üzərinizdə şəxsi axtarış keçirildiyi, qanunla dövriyyəsə qadağan olmuş hər hansı bir əşya predmeti aşkar edilməlidir. Deyə bilərsiniz, siz hansı səbəbə görə orada dayanmışdınız? Rəis, mən kombi ustasıyam. Həmin mənzildə də mənim dostum qalır, Məmmədov Faiq. Mən çıxdım yuxarıya pilləkəndən. Qapısını döydüm, evdə olmadı. Açan olmadı qapını. Telefonuna da zəng elədim, götürmədi. Mən məcbur oldum, boylandım. Boylandım ki, görün bəlkə balkondadır filan. Yəni, bir də geri qayıtmayın sumka ilə. Siz o dostunuzun, tanışınızın nömrəsini deyə bilərsiniz? Bəli. Nömrəni saxlayaq. 050 503 21 70. Salam. Faiq Məmmədovdur danışam. Nizami rayon polis idarəsinin təhqiqatçısıdır sizi narahat edən. Sizin Anar Hüseynov adlı tanışınız var. Sadəcə sizin ünvanın qarşısında özünü şübhəli apardığınız üçün polis əməkdaşları tərəfindən saxlanılaraq idarəyə gətirilib. Kombi ustasıdır, yəni tanıyırsınız. Çox gözəl. Oldu, heç bir narahatçılıq əsas yoxdur, vətəndaşı yola salacaq. Sağ olun, minnətdarım. Araşdırdıq, dedikləriniz həqiqətə uyğun çıxdı və sizə tövsiyə edirəm ki, daha diqqətli olasınız və üzərinizdə şəxsiyyətinizi təsdiq edən sənəd olsun. Buyurun, gedə bilərsiniz. Yaxşı yol. Sağ olun. Cənab Leytinat, xidmətimiz zamanı heç bir hadisə baş verməmişdir. Serjant Hüseynov. Xidmət necə gedir? Hər şey qaydasında. Problem yoxdur? Xeyr. Deməli, qulaq asın mənə. Bu istiqamətdə tikinti işləri gedir. Fəaliyyətlər əsasən bu istiqamətdədir. Yəni ona görə də bu istiqamətdə hərəkətə üstünlük verəsiniz. Xidməti bu istiqamətə gücləndirəsiniz. Aydındır? Oldu. Şurada xidmət eləmək yəqin ki, sizə çox qürur vericidir. Sizi təbrik edirəm, vətənimizə, xalqımıza xidmət edirsiniz. Bizim bütün təhlükəsizliyimiz. Təbii mən bilirəm ki, həm də elə əsgər də olubsunuz. Bu torpağın, Qarabağın, Şuşanın azad olunmağında hamının xidməti var. Polisin xidməti çox böyükdür. Biz sizlə qürur duyuruq. Sizin uğurlar arzulayıram. Arzulayıram ki, sağ-salamat belə Gümrah Şuşalar görürəm, gözəl əsl belə bütün o göstəricizdə görə gözəl polissiniz. Xoş gəlmişsiniz hər biriniz. Sizdən xahiş edirik ki, sıldırım qayalardan aşağı düşməyəsiniz. Gəzmək üçün iki tərəflərdə gəzə bilərsiniz, baxa bilərsiniz. Yenə də xoş gəlmişsiniz. Sizə xoşluqlar arzulayıram. Təşəkkür edirik məlumat üçün. Çox sağ olun. Çox sağ olun.
Total bəbirən maşını görürəm. Dayan polis! Hə, nədir əsl? Fikirləşirdin ki, satarsan, ələ keçməyəsən. Hə? Necə yəni xəbərin deyil? Bir aydır biz səni axtarırıq. Bir aydır sənin izindəyik. Necə yəni xəbərin yoxdur? Və kimdən çıxıb bunlar? Sıvasal gəzdirsən üstündə. Məhv edə bu cavanları, ailələri. Sonra da rahat-rahat gəz. Gedərsən qanun qarşısına cavab verərsən. Ağlın gələr başı var. Xəbər yox, mənisi olur. Sənə biz izah eləyəcəyik, sənə sübut eləyəcəyik. İstintaq öz hüquqi qiymətini verəcək. Görünəcək ki, sənindir, ya sənin deyil. Vətəndaşlarımız əmin olsunlar ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə polis əməkdaşlarının şərəf işidir. Ölkə ərazisində narkotik maddələrin satışını təşkil edən heç bir şəxs toxunulmaz ola bilməz. Biz bu bəlaya ancaq polis vətəndaş əmrəliyi nəticəsində qalib gələ bilərik. Ölkəmizin əsas güc strukturlarından olan Azərbaycan polisi 104 ildir ki, yorulmaq bilmədən, qürurla xalqımıza və dövlətimizə xidmət edir. Diqqət, diqqət. Xidmətdə olan əməkdaşlar. 95-93-əm. Hər kəs xidmətin gedişatı haqqında məlumat versin, qeydiyyatdan keçin. Doğma yurdum, sənin hər qarışın bizə candan əzizdir. Əziz Şuşa, sənə qovuşacağımız günə bir anda olsa itməyən inamımız, mübarizliyimiz sayəsində yenidən torpağına ayaq basıb, yenidən ana südü kimi halal havanı sinəmizə çəkdik. Sənə qovuşmaq sevincdirsə, səni qorumaq şərəfdir. Bugün biz Azərbaycan polisi olaraq sənin qoynunda addımladıqca torpağından güc alıb, sənin keşiyində daim ayıq-sayıq dayanacağımıza söz veririk. Artıq qoynunda daim gülüş, səadət, xoşbəxtlik sədaları duyulacaq. Hər qarışında əbədi əminamanlıq, rahatlıq hökm sürəcək. Çünki Azərbaycan oğulları, Azərbaycan polisi sənin keşiyindədir.